Salam izləyicilər, bugünkü dərsimizdə Pioneer hesabından necə qeydiyyat keçirəcəyinizi sizə göstərəcəm. Burada Google-a Pioneer yazanda avtomatik gəlir, yəni və saytına daxil oluruq. Yuxarıda qeyd olunan pioneer.com-a. Burada birincini seçirik, yəni bu şəxsi insanlar üçün hesabdır. Burada illik dövriyyənizin nə qədər olduğunu qeyd edin. Yəni fərqi yoxdur da, nə qədər yazırsınız yazın, yəni açılacaq. Demək, hesab açmamışdan əvvəl mən sizə bir neçə məlumat göstərim, bizə nə lazım olacaq. Bunları biz əvvəlcə özümüzdə saxlayacağıq. Videonun sonunda yəqin ki, yazı formatında bunu bura saxlayacağım. Videoya başlamamışdan əvvəl bu bütün məlumatları özünüzdə qeyd edirsiniz. Bunlar varmı? Hə, sonradan davam edəcəyik. Ad soyadı şəxsiyyət vəsiqəmizdən götürəcəyik. Mümkünsə xarici şəxsiyyət vəsiqə istifadə edəcəyik, yəni xarici pasportu. E-mail nömrəmiz də var, yəqin ki. Şəxsiyyət vəsiqəsinin ön arxa tərəfinin şəkillərini çəkəcəyik. Əgər Azərbaycan və köhnə vəsiqələrsə, bəzən olur ki, ilk köhnə vəsiqələr arxa və ön hissəsi keçərlidir. Təzə vəsiqələrin ancaq qabaq hissəsi keçərlidir. Yenə də arxa şəklində çəkəcəksiniz də Azərbaycan vəsiqəsi olarsa. Amma xarici pasportda ehtiyac olmayacaq, ancaq bir tərəf lazım olur. Yaşayış ünvanı, kommunal bildiriş çeki, bu nədir? Adicə aldığımız Azərişıq bildirişlər var. Bu bizim ünvanımızdır. Yəni burada yazılan ünvan indi hər insanlarda fərqli-fərqlidir. Mən sizə test üçün bir-iki ədədini göstərəcəm. Məsəl üçün, siz Astara MKS Masallı yazmayacaqsınız. Məsəl üçün, siz Qızlavar kəndi yazacaqsınız. Masallı Qızlavar kəndi. Bunu yazmasanız da olar. Üçüncü diqqət elədiyimiz nöqtə nə olacaq? Yuxarıda yazmışdım. Bank hesabı sənin adına. Mənim adıma olan bank hesabı, Swift, sonra IBAN kodları lazım olacaq bizə. Şifrə və təhlükəsizlik sualı. Bunu oradaca göstərəcəm sizə. İndi davam edirik. İndi first name. Bunun dilini türkçə qoyacağım ki, qoy hamıya asan olsun. Demək, işiniz hər hangi bir dövlət işletmə lisansına və ya vergi məqamına qayıtlımı? Biz bunu hayır olaraq seçəcəyik. Şirkətlər, otellər qayıtlı bir işletmə sahibi olaraq keçəcəklər buradan. Ad. E-posta adresimi qeyd etmişəm. Yəni hər şey biz kənarda yazırıq ki, sonra asan olsun. Hətta mümkünsə şifrənizi də əvvəlcədən qeyd edin ki, məsəl üçün içində ətin A-sı, böyük hərf, balaca hərf hamısını bildiyiniz kimi tələb eləyir, yəni Pioneer şifrələri, təzə şifrə yazdığımız zaman. Mən doğum tarixini qeyd edəcəm, siz də qeyd edərsiniz. Doğum ilini qeyd edirəm və iləri düyməsini basırıq. İndi Azərbaycan adres yazaq. Mən özüm məsəl üçün kəndimi yazacağam. Məsəl üçün mən Sultanlıqa kəndində yaşayıram, düzdürmü? OK bastıq. Burada məsəl üçün hər hansı problem yarada bilər. Deyir ki, bu adres keçərli deyil, düzdürmü? Biz onda nə edəcəyik? Məsəl üçün 28 may yazdım, Bakı, düzdür. Avtomatik gələndən sonra burada ünvan adları çıxacaq. Bu halda mən bunu silirəm, buranı. Yazıram. Sultanlıqa kəndi. Məsəl üçün yenə gəlmədi. Qoy onda ikinci variant test eləyək. Məsəl üçün buranın Bakı yerini dəyişdim, qəbul elədim. Daha fazla yerini 28 may küçəsini, posta kodu məsəl üçün
36-36'dır. Bizdə 28 may küçəsinin yerinə demək Sultan Xakənd yazacağım. Yenə də burada əmmalı vəziyyət yarandı. İndi biz nə edəcəyik? Təzədən başqa test aparacaq. 28 may bizə ən yaxın Qəbələ gəlmədi. Bəzən olur ki, bunu ənlərlə test edəcəyik. Dilini dəyişim. Azərbaycandır. Yaxşı, manual olaraq daxil edirik. Ən yaxşı variant bu oldu. Özümüz yazacağıq. Məndə hazır var idi. Yəni sadəcə sizə göstərmək üçün çalışırdım. Nömrəni yazırıq. İndi özümüzə kod göndərəcəyik. Mənə kod görüm gəldi mi? Kodu göndər düyməsini bastım. Deyir, tarayıcı doğrulanıyor. Nə qarşılaşsa hamısını elə canlı olaraq çəkirəm ki, ekran kaydı. Bəzən olur ki, Pioneer'də 3 aydan, 5 aydan bir bəzi dəyişikliklər baş verir. Yəni bu da nəyinsə bacarmayacağımız məsələsi deyil. Bunu səs məsələsinə keçirik. Demək, səsi doğrulaya basırıq. Bu səs daha asandır. Oynat düyməsini basırıq. Şarkı 1. Şarkı 2. Şarkı 3. Hangi seçenek tekrarlayan bir modeldir? Yanıtınızı bir sayı olarak yazın. Ardından Enter veya bitti düğmesine basaq. Şarkı 1. Herhangi bir ses eşitmiyorum. Şarkı 2. Şarkı 3. Şarkı 1. Şarkı 2. Şarkı 3. Birinci məncə təkrarlayan modeldir. İkinciyə keçirik. Şarkı 1. Şarkı 2. Şarkı 3. Məncə yenə birdir. Şarkı 1. Şarkı 2. Şarkı 3. Məncə 2'dir. Şarkı 1. Şarkı 2. Şarkı 3. Bu dəfə də 3 yazaq. Şarkı 1. Şarkı 2. Şarkı 3. Məncə 2'dir. Düz olmasa yenə test edəcək. Doğrulama tamamlandı. İndi kod gələcək mənim telefonuma. Kodu qeyd edim.
844 562. İndi keçirik şifrəmizi qeyd edirik. Mən şifrə biraz çətin olurdu, yəni adətən yadda saxlamaq. Özümə kənarda qeyd edirəm. Məsəl üçün bir balaca hərf olmalıdır, bir balaca yazdı olmalıdır ki, bu şifrədə bu avtomatik qeyd edə bilsin. Biraz çətin parol istəyirlər adətən. Şifrəmizi əlavə edirik 2 dəfə. Güvənlik sorusu. İlk patronunuzun soyadı nədir? İndi hər bir şey seçə bilər. Mən sizə izah üçün izah edim ki, burada sizin şifrənizi unutduğunuz zaman şifrəni sıfırlamaq bəzən çətin ola bilir. Kimsə hesabınızı ələ keçirir. Ən pis variantda siz deyirsiniz ki, mənim hesabıma oğurlayıblar. Amma siz olduğunuzu inandırmağınız üçün bəzən bu suallar sizə gələcək. Yəni bu Airbnb-dən qeydiyyatdan keçdiyiniz ümumiyyətlə şifrə parolu, Payoneer'dən keçdiyiniz şifrə parolu, güvənlik kodlarınızı hamısını bir kənara qeyd edin. Kaç yaşınızda ilk dəfə yabancı ülkeyi ziyarət etdiniz? Cavab yazın, təxmini 22 yaş. Demək ki, Azərbaycan kimlik belgəsi türü, sürücü belgəsi pasaport. Uluslararası kimi xarici pasportdur. Mən pasaport deyirəm. İndi kimlik nümarasını qeyd edirik. Kimlik nümarası harda yazılıb? Kimlik nümarası burada yazılıb. Mən bunun üzərindən xətt çəkmişəm. Qoy özüm telefondan baxıb qeyd edəcəm. Bu kimlik nümarası burada yazılıbdır. Mən şəxsiyyət vəsiqəsinin nömrəsini özüm qeyd edirəm telefondan baxaraq. Düzenlənmə tarihi. Düzenlənmə tarihi. Yəni istifadəyə verilən tarix soruşur. Onu qeyd edirik. Son kullanılma tarixini də qeyd edirik. Və indi isə davam edirik. Yəni demək ki, bəzi adamlar bilməyə bilər. Düzenlənmə tarixi şəxsiyyət vəsiqəsinin arxasında qeyd edilir verilmə tarixi. Bu da son istifadə tarixidir. Para birimi USDT olacaq, bəli. Bank adı. Yəni bunu biz hardan götürəcəyik? İndi mən sizə deyəcəm. O videonu mən ortaya salacağım, sözünü açıqlayıb sonra qoya bilərəm. Bu indicən davam eləyəcəm, videonu edit eləyəcəm də, biraz montaj eləyəcəm və hardan götürəcəyimizi, məsələn Swift ya da ki IBAN kodlarımızı mən sizə deyəcəm. Swift kodunu götürdüm. Əvvəlcə bankanın adını götürüm. Kapital bankdır məndə. Sizdə istənilən bank ola bilər, fərqi yoxdur. Yellow Bank istifadə etsəz, Yellow Bank, Leo Bank istifadə etsəz daha yaxşıdır. Burada hesablaşma nömrəm.
Hesablaşma nömrəsi IBAN sayılır arkadaşlar. Və şərtləri qəbul edirəm. Və göndər düyməsini basıram. İndi bunlar bu göndərini gözdən keçirirlər. Türklər demişkən. Və sonra necə olacaq? Mən sizə aktiv hesabımda göstərəcəm. İndi mən öz Payoneer hesabıma daxil oluram. Məndə promo daxil oldu. Bəzən olur ki, 3D kod istəyir, telefona kod göndərir. Yəni sizin qarşılaşacağınız mənzərə belə bir şey olacaq. Hesab açılandan sonra təbrik edirik, hesab açıldı. Gördüyünüz kimi köhnədən Airbnb-dən ödənişlər qəbul etmişəm. Burada məsəl üçün para birimi dönüşdürmək olur. Yəni bu dönüşdürmək əslində bizə sərf eləmir. Çünki faizi daha çoxdur ona görə. Bizə nə lazımdır? Bizə kart lazımdır. Airbnb-dən ödənişlər gələn zaman istəsəz onu da mən sizə təxmini göstərəcəm ki, Airbnb-dən ödəniş necə gəlir, kartı necə sifariş edirik. Belə qısacası mən sizə izah edeyim ki, necə olacaq proseslər. Airbnb-dən məsəl üçün sifariş gəldi. Onu da mən bir video çəkib göstərirəm. Tam real olsun ki, vəziyyəti hamı bilsin ki, necə ödəniş gələcək, necə götürəcək. Onu bir şey də qeyd edim dostlar. Əvvəl birinci ödənişlərdə bəzən olur ki, Airbnb ödənişi özündə saxlayır. 1 ay ərzində ola bilir. Sözdə 5 il, 3 il bundan qabaq 1 ay, hətta 40 gün özündə saxlayırdı, sonra göndərirdi ki, ola bilər də bir insan fırıldaq olar, kimsə zəhərlənər, ölər, kimsə zəhər yeyərlər. Yəni ödənişi özümüzdə ehtiyac üçün saxlayaq. Və sonradan pulu Payoneer hesabına göndərirdi. Payoneer hesabı da kart olmadığına görə siz pulu götürə bilmirdiniz. O pul gələndən sonra karta bir 300-500 dollar nəsə siz kart sifariş edirsiniz. Bəzən olur ki, kart sifarişləri zamanında hər hansı problem yaranır. Məsəl üçün kart sifariş edəndə daxil oluram. Yəni fərz edin kartınız yoxdur. Fiziki ATM kartı. Yəni bizə fiziki kart lazım olacaq ATM. Çünki dünyanın hər bir yerində biz hər hansı puldan istifadə edirik. Mən digər kartları istifadə etdiyim üçün bir dənə Japon qalıbdı, Japoniya dollarından olan. Azərbaycan Sultan Qəbələ adresimi yazmışam və sonrakini basıram. Ücretsiz göndərməyini istəyirəm və kart sifariş edin düyməsinə basıram. Qısaca not deyim, mənə kart sifariş elədilər, bunu da göstərdim, yəni göndərildi. İkinci vəziyyət necə olacaq? Bəzən olur ki, kart sifariş edirsinizsə, kart gəlmir. Bu zaman şəxsən Payoneer hesabının əlaqə kontakt as düyməsinə daxil olursunuz. Onu da mən sizə göstərim. Burada yardım düyməsi var. Yardım. Dəstək mərkəzi, bəli. Dəstək mərkəzinə daxil olaraq dil seçirik, ingiliscə olsun. Bəzən olur ki, bəzi şeyləri bilmirik də. Bunu dost tanışlardan köməklik göstərəcəyik. My Payoneer account, My Payoneer karta daxil oluruq. Receive payment, send, withdraw payment, Payoneer account, Payoneer card, shipping'e daxil olacaq, göndərişlərə. I want use my FedEx shipping, order my card. DHL FedEx, when I get my tax number, shipping. My card did not arrive in time. Mənim kartım vaxtında gəlməyib. Bura daxil oluruq. Və kontakt as düyməsinə basırıq. Send message düyməsinə basırıq bunlara. Hətta düzdür, çatdırdı gözləyə bilərik sözün açığı. Amma send message düyməsinə basaraq ekran açılandan sonra dostlar biz nə edəcəyik? Payoneer kartı seçirik, yəni konu nədirsə, konu problem deyək də. Biz məsəl üçün ingilisini bilməyə bilərik. Məsələ nədir? Biz ChatGPT-yə daxil olacağıq. Yazacaq ki, Azərbaycan dilində: salam, hər vaxtınız xeyir. Mən kart sifariş etmişəm, amma kartım gəlməyibdir. Nə qədər müddətə gələcək? Mən ödənişlərdən istifadə etməliyəm təcili olaraq. Xahiş edirəm kartımızı qısa zamanda göndərin. Belə bir şey yazıb ChatGPT-yə. Yazırıq ki, bunu tərcümə elə ingiliscə zəhmət olmasa, onu ingiliscə tərcümə edirik
və bura yapışdır düyməsini basırıq. Yəni hər hansı bir dosya göndərmirik. Bu digər məsələdir. Və submit düyməsini basırıq. İndi mən submit yazmadığıma görə bir şeylər biz bura bir şeylər yazırıq. Yəni burada hərf məsələsi var. Neçəsə hərfi keçməlidir. Ondan sonra bu şey aktiv olur. İndi məsələn mən robot deyiləm təsdiqləyib. Select item or Pioneer kart. Bunun Pioneer kartın burada vəziyyətlərinə uyğun seçimlər etməliyik. İndi göstərir. Burada nəyi seçməliyik? Burada bizdə shippingdə problem ola bilər ya da hər hansı nədəsə problem olar. Bizdə shipping seçirik. İkinci seçimə ehtiyac qalmadı. O kimi sözlərimizi də bura qeyd elədik və submit düyməsini basdıq, göndərdik. Və yenə də robot olmalı təsdiqləyin deyir. Yox, deyir ki, ayda shippingdə problemləri var. I want use to DHL FedEx for shipping. Deyir, mən göndəriş üçün DHL ya FedEx-i istifadə etmək istəyirəm. Mən kart sifariş etmək istəyirəm FedEx-lə. Nə vaxt əldə edəcəyəm nömrəni, yəni göndəriş nömrəsini. I want to charge my shipping address change. Mən göndəriş adresimi dəyişmək istəyirəm. Ola bilər ki, kart hələ göndərməyiblər. Yəni siz də adres səhv yazmısınız. İndi başqa yerdə yaşayırsınız. Bunu dəyişmək istəyirsiniz. Where was my card sent to? Hardadır mən göndərilmiş kartım? Yox, gəlməyibdir. My card didn't arrive time. Mənim kartım gəlməyibdir. Basırsınız. Yəni bizim problemimiz aydındır. Bir ay gözləmişik, kartımız gəlmir. Sonra submit düyməsini basırıq. Bunlar mesajı qəbul etdilər. Yəqin ki, sizə mesaj gələcək. Öyrənsi ki, nə vaxt göndərəcək, necə olacaq. Adətən, yəni təcrübələrimə görə deyirəm, belə mesaj göndərməmiş, yəni kart göndərmirlər. Çünki o qədər çox adam kart göndərir ki, yəni çox adamı önəmsəmirlər hər hesab açanı. Ən yaxşı variant elə dediyim kimi, kart sifariş edəndən sonra bunlara bir mesaj yazırsınız ki, mənim fikrim ciddidir, zəhmət olmasa mən kartı vaxtında göndərin, mən sizi gözləyirəm. Yəni belə şeyləri yaza bilərsiniz. Nəsə sorğu sualınız olsa bu video yəqin ki, YouTube-da yayınlanacaq ya da ki, Udemy-də mənə yaza bilərsiniz. Yəni bildiyim bəzi şeylər olur. Yəni yadıma gəlmir də, hal-hazırki onu qeyd etmək lazımdır, amma yadımdan çıxır. Yəni nə sorğu sualınız olsa soruşa bilərsiniz. Bildiyim qədərlə köməklik göstərəcəm. Oldu, hələlik gələn dərsimizədək.